Tövbə günah söz və ya əməldən haqqa və doğruya qayıtmaqdır. Bu həmin anda günahı tərk etmək, gələcəkdə bir daha onu təkrarlamamağa qərar vermək və keçmişdə qüsura yol verdiyi işləri islah etməkdir. Tövbə israr etməyin ziddidir. İmam Əli əleyhissalam buyurur: Tövbənin 4 dayağı vardır. Qəlblə peşman olmaq, dillə bağışlanma diləmək, əzalarla icra etmək və bir daha həmin günaha qayıtmamağa dair qərar vermək. Uca Allah buyurur: Allah günahdan tövbə edənləri sevər. Bəndələrinin tövbəsini o qəbul edir, günahları o bağışlayır. İmam Əli əleyhissalam buyurur: Kimə tövbə etmək nəsib edilmişsə, onun qəbulu da bəxş edilmişdir. Bağışlanma diləməyə müvəffəq olan şəxs bağışlanmaqdan məhrum olmaz. Tövbəkar möminin əlamətləri: səmimilik, peşmançılıq, günaha etiraf etmək, günahı silən salih əməl etmək, tövbəni gecikdirməmək. İmam Əli əleyhissalam buyurur: Bir pisliyə bulaşdıqda onu silməyə tələs.